adını çəkməyəcəm, adıyla dəvət etməyəcəm. Studiyamıza gəlsin, sonra. Hazırsan? Hə? Görəcək. Pələng gəldi. İfası ilə gələcək. İfa hazırdır. Canlı ifa olacaq. Siz hazırsınız da. Rüyamdasan sen geceler Həmdəmimdir mənim həsrət qulağımdır düşüncələr bir dəli eşq bir məhəbbət qulağımdır düşüncələr bir dəli eşq bir məhəbbət Səndən doğma, səndən əziz Kimsə vardı bu dünyada İki yerə bölünmüşük Qovuşurum rüyamdasan, rüyamdasan, rüyamdasan Sen geceler cadar cadar dodakların öpür nemli gözlerinde Doğma sesin öpünemli gözlerinde Bütün evlada şeref Ay bütün evlada şeref Şöhretine şan atadır Baş atayız kalbe felek Taxta Süleyman atadır Ay Gülay xanım hörmətin saxlamalı daima aləmdə yolu Hörmətin saxlamalı daima aləmdə onun Sünsüdü vermişsə ana cismi də can atadır Ata başa tac imiş, hər dərdə əlac imiş Övlad nə qədər kin olsa da Önündə ataya, anaya möhtac imiş Fərid, xoş gəlmişsiniz. Buyurun. Salamlayırıq sizi. Fərid bəy, səhər-səhər bir neçə saat, artıq bir saat olar çatmışsınız. Hər Göyçaydan birbaşa efirimizə gəldi. Xoş gəlmişsiniz. Biz istədik və Fəridi tapmaq üçün komandamız çox əziyyət çəkib. Bütün Göyçayda toylara gedən, toy oxuyan, gündəmdə olan, el şənliklərində iştirak edən müğənniləri axtarıblar, tapıblar, onların nömrələrini zəng ediblər və Fəridi tapıblar. Amma bu mahnının bir tarixi var sənin üçün, bilirəm. Biz istədik ki, bugün sənin ən gözəl günündə, sənətində daha bir uğurunu, növbəti uğurunu təqdim etdiyin gündə deyirlər, bax elə Seygahda da, muğam yerindədir, çox gözəl vurğuladı ki, övlada hər zaman, hər yaşda lazım olan, var olan atadır, anadır. Allah valideynlərimizin canını sağ eləsin. Var olanları başımızın ucundan əksik etməsin Allah Teala. Dünyasını dəyişənlərə Allah Teala'dan rəhmət diləyirik və Fərid bu mahnını gətirməklə böyük bir xatirə gətirib sənə. Sən bir dəfə efirdə danışmışdın bu haqda. Kövrəlmişdin ki, mənim atam Göyçayda yaxınlaşıb bir müğənniyə deyib ki, rüyamdasan mahnısını oxu və deyib ki, sən bilirsən Gülay mənim qızımdır. Mən onunla fəxr edirəm. Allah haqq dünyasını versin, Allah rəhmət eləsin. Həmin oğlan Fəriddir. Bax, bu mahnını atan üçün oxuyan oğlan. Fərid, salamla tamaşaçılarımıza, xoş gəlmişsiniz. Xoş görmüşük, sağ olun xanım, Gülay xanım.
Öncə ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayırıq. Doğma Göyçayımızdan sizə qucaq dolusu salamlarımızı gətirmişik. Deməli, illər öncə Göyçay rayonunda bir məclisdə idik. Gördüm bir kişi mənə belə diqqətlə baxır. Dayanmadı, durdu, yaxınlaşdı bizim yanımıza. Gəldi, mənimlə görüşdü. Dedi, bilirsən mən kiməm? Allah Tofiq əmin qəni rəhmət eləsin. Dedim, kimsiz? Belə üzdən simaca belə tanış gəldi. Dedi, fəxrlə dedi ki, mən Gülay xanımın atasıyam. Belə ilk tanışdığımız Tofiq əminlə onda yaranmışdı. Ondan sonra bir neçə dəfə toylara düşdük. Toyda bir işarə edirdi. Mənim mahnım və deyirdi ki, Gülay xanımın repertuarında şah əsəridir o mahnı. Biz də sevə-sevə ifa edirik. Təşəkkür edirik gəldiyin üçün, dəvətimizi qəbul etdiyin üçün. Yəni, səhər tezdən gəlmək, çatmaq, efirə, məsuliyyətlə ki, mən gedəcəm, verilişə çıxacam və Gülayla görüşəcəm. Bu bizim üçün də böyük əziyyət idi. Təşəkkür edirik bir daha. Əyləşin. Gülay, sözün varsa, bir hisslərini bölüşmək istəyirsən, xoş gəlib, səfa gətirib. Hər kəs bilir ki, mən özüm də Göyçaylıyam. Göyçaylılara da ayrıca hörmətim var, eşqim var, məhəbbətim var. Amma mən sizə deyim ki, mən onu biləndən sonra elə bil ki, mənim çiyinlərimdən həmən günü çox ağır bir yük götürüldü. Mən buna görə sizə çox təşəkkür edirəm. Çünki bizim ailədə hər zaman mənim anam, babam hər zaman mənə dəstək olublar. Sadəcə mənim atam heç vaxt istəməyib ki, mən yəni ki, bu sənətdə olum. Heç vaxt istəməyib. Biraz olmuyor. Mən hansısa bir pilləyə gəlib çıxanda həmişə deyirdim ki, papa, mənə hamı xoşlayır, hamı bəyənir. Sən niyə qəbullanmırsan mənim sənətimi? Deyirdi ki, mən istəmirəm. Qız uşağı nədir, oxumaq nədir? Amma sonra qardaşım bir müsahibəsində mən gördüm ki, artıq onda atam yəni haqq dünyasına qovuşmuşdu və gəldim evdə anama dedim ki, mama, papa mənə qoymurdu, amma o sən demə məndən fəxr eləyirmiş. Ona görə də buna görə sizə çox sağ ol bildirirəm. Kövrək notlara toxunmaq istəmirəm. Allah dünyasını dəyişmiş bütün valideynlərə rəhmət eləsin. Qalanlara can sağlığı versin. Çox sağ ol. Biz alqışlarla Gülayın arzusunda olan ən böyük arzularından biri və çox layiqsən bugün o yerə ki, Çox sağ olun. hər kəsin, hər bir sənət adamının arzusu olan Heydər Əliyev Sarayında konsert verəsən. İnşallah. Biz arzu edirik ki, bu çox tez bir zamanda olsun. Sən çünki özünü tam hazır hiss edirsən və sənətdə də artıq o yeri belirləmişsən. İlk afişam bizdən olsun Gülay. Çox sağ olun. Çox sağ olun. Minnətdarım. Bu şəklin, bu görüntün o qədər gözəldir. Bu klip, bu mahnı sənə o qədər uğur gətirsin ki, bax, belə gözəl bir afişan olsun. Biz istəyirik ki, incə səhərdən bu sənə hədiyyə olsun. Çox sağ olun. Və bu sənə stimul versin ki, konserti tezləşdirəsən. İnşallah. Çox sağ olun. Minnətdarım. İnşallah. Alqışlayalım. Sağ olun. Çox sağ olun. Çox təşəkkür edirik və biz sağollaşırıq tamaşaçımızın istəyi ilə, bizim istəyimizlə Gülaydan yeni mahnısını bir daha alırıq. Həm klipi izləyəcəyik, həm mahnını eşidəcəyik və bir daha istəyirəm ki, hər birinizə ayrı-ayrılıqda təşəkkür edim. Tərlan bəy, əziz dostumuz, hər işində uğurlar arzuluyuruq. Mən bunu vurğulamaq istəyirəm bir daha. Bu gözəl münasibətlərimiz olduğu üçün deyil. Təbii ki, hər sənət adamı əgər uğurludursa, Azərbaycan musiqisi üçün cani könüldən, ruhu ilə, canı ilə, qanı ilə çalışırsa, mən sevə-sevə bu təqdimatı etməkdən yorulmuram. Çünki borcumdur. Təqdimat çox önəmli bir şeydir, çox vacibdir ki, Azərbaycan musiqisində son illər dediyim artıq 20 ilə yaxın bir dönəm keçmişik və bu dönəmin gənc olmasına baxmayaraq, amma dünya mənsabında Azərbaycan musiqisini təqdim edəcək hala gətirmişsən öz bəstələrinlə. Təşəkkür edirik və konserti gözləyirik. Bizdən nə lazım olsa yanınızdayıq hər zaman. Və Xəzər bəyə təşəkkürümüzü bildiririk. Səsiniz, avazınız hər zaman böyük anşlaq konsertlərdən gəlsin. Qiraəti konsert tərzinə gətirdiyinizə görə təşəkkür edirik sizə. Çox minnətdarıq. Amma bu dəfə yorulmayasan, stres çəkməyəsən və gedib xəstəxanada yatmayasan bir ay. Amin inşallah. Çox təşəkkür ederim. Amin. Qardaşımız da çox sağ olsun. Valla yol gəlib, əziyyət çəkib. Biz də tapmaqda bayağı əziyyət çəkmişik sizi. Və bu arada xatırladım ki, Gülyaz xanımın tələbəsi sizi